Herkes salam uşaqlar, necəsiniz? Var, nə ümid edirəm ki, yaxşısınız. Bu gün sizlərlə bir yerdə mükəmməl bir video ilə qarşınızdayım. Uşaqlar, bu gün sizlərə mükəmməl bir dənə taranmaya gedən hassasiyet tapmışam. UMP, MP40, P90, nə bilim, yəni ağlınıza gələn tarama silahlarda mükəmməl hassasiyetdir. Təkcillə silahın heç birinə demək olar ki, tutmur. Bilmirəm, indi açqakan falan yoxlamamışam, amma Deagle'dır, ikili pompalıdır, nə bilim, nə hansı pompalı falan, yəni balaca pompalı falan var. Onları yoxlamışam, elə yaxşı getmir. Amma yəni UMP-dir, P90 yaxşı gedir. Hətta siz biraz qurtarlayıb o necə deyim, nə deyirlər, təkcilliyə də yaxşı yığa bilərsiniz özünüz üçün eğitimdə falan. Amma taramaya superdir. İstəmədim qurtalayam biraz, yəni yaxşı hassasiyetdir. Gündəlik verdiklərini yığıram oyunun. Like atıb abunə olmağı unutmayın. Belə videoların davamlı gəlməsi üçün bildirimlər zilində açsanız mən video atdıqda xəbərdar ola bilərsiniz. Uşaqlar, az bir şey qalıb izlənmə saatı. Videolar keçmədən axıra qədər də izləsəz məni sevindirərsiniz. Nə video olur ki, 10-12 dəqiqəlik, 15 dəqiqəlik, maksimum 15 olmasın. İndi 15 heç 15 həqiqətən uzun gəlir biraz. 10 dəqiqəlik, 12 dəqiqəlik, 11 dəqiqəlik olsunlar. Belə videoları yəni axıra qədər izləsəz yaxşı olar. Çünki həm əziyyət var, həm də o 4000 saat məsələsi var. Bir dənə onu test keçib, onu keçsəm, yəni ondan sonra da hədiyyələr falan olacaq da oyunda. İndi nə bilim, bir dənə bu arada klanımıza uşaqlar gəlmək istəyənləriniz gələ bilər. Dayandırar orada klan UID-sini buradan götürə bilərsiniz. Çünki klanımızı kasan oyunçular axtarılır. Çünki klanı daha elə güclü oyunçular, sözünüz o qədər çox belə güclü oyunçular yoxdur. Amma özünüzə güvənsinizsə, deyirsinizsə mən bu klanı yaxşı kasacağam, gələ bilərsiniz. Klanda elə 500 dənə yaxşı oyunçu var, demək olar. Elə yaxşı, yəni güclü oyunçular yox. Çoxu da rus falandır. Nə bilim, tanımadıqlarım oyuncular da var. Bunu da trollüyüm. Görürsə aktiv olmayanlar falan trollüyəm öz hesabımda olmağına. Amma atdım. Nə bilim, girib özünüzü göstərə bilərsiniz. Çünki 5 səviyyədən sonra klan addons dəyişəcək. Essence Winston belə xoşlamadım o qədər. Yəni yaxşı deyil, amma o qədər yaxşı deyil və gəlmir. Çünki adamlar da klan adına baxır da. Azərbaycanlıları yığıram çoxlu. Məsələn, orada 2 günlük bir dənə Azərbaycanlı var idi. Onu atmadım. Çünki klandan azından Azərbaycanlı olsun da, yəni rusları atıram bacardığım qədər. Çox aktiv də olmasaz atacağım sizdə. Hər nəsə. Bacarın, yəni gündəlik o, ən azından bir gündən bir falan oynasa da girin, yəni görsəm ki, orada 3 gün də oyuna girmisiniz, məcburam atmağa. Çünki neyiniyim, yəni klan artıq səviyyə aşağı düşür, aktiv olmadıqca. Məcburam, yəni el oyunçuları klandan çıxardım. Hər nəsə. Başladıq yalnız kurtumuza. Səhər-səhərdir, yorğunuqam. Səhər-səhər deyil əslində, saat nə bilim 11 falandır. Biraz yorğunuqam. Görək nə edə bilirik videoda bir şey, yəni bir şey kafa ata bilirikmi? UMP ilə gedib başlayaq. Bir dənə normaldır, bir dənə düzlükdə falan tutsam. Bu qaçış formasına dörgəşmişəm. Bezdim da, üstündən gəldi, konteyner üstündən gəldi. Oyuncu, qaqam görün ağarır. Arxasına fırlanır, arxasına buz falan ata bilir. Allah oyuncudur. İndi gözlə mən bir dənə başlayıb, əlim sinmir, gündə maksimum 2 dəfə oynayıram oyunu. Oy, o nə idi? Dur, bunu açıq gedən kafa gördünüz uşaqlar. Super kafa idi də, yəni. Hər nəsə, mənim kimi axta buzu. Qabağıma tərsinə buz atıram mən, gördün? Hər nəsə. Niyə uşaqlar, nə deyim, yəni elə çox danışmağa da bir şey yoxdur. Bayramda keçən bayramımızdan mübarək, yəni Novruz bayramı artıq 3-4 səfərdir. Təbrik eləmişəm də. Deagle mürəsli, Deagle'da hassasiyet getmir. Bəlkə sizin telefonda gedər, bəlkə sizdə heç tanıma getmir, full təkcillə yaxşı kafa gedəcək deyənmərəm. Bəlkə sizin eyiminizə görə heçası yaxşı getməyəcək, bəlkə hamısı yaxşı gedəcək. Üzünə daha nə deyim sənin rəqib. Buna bax, sən canın, indi də yumruqluyur. Buna bir dənə 30 duracam, amma bilmirəm o vuruş Deagle'la mı gələcək, görək. Mənim sıram gəlsin, bir dənə normal silah seçim, zəhləm gedir də. Deagle'a hassasiyet olmadı, elə bilin ki, yəni zibil də ən yaxşısı ondan sonra tarihin geçsin. Buna bax, indi bu da düşmür oradan. Eyim də full kafama gedir elə üstdən aşağı. Yaxşı buz atdı. Dayan. Sənə yavaş-yavaş raşlayacağam. Buna bax, bomba atır. Nağaraq uşaqlar. Buna otuna raşlayacağım, dayan. Qoy biraz canımı yığım. Sağa otuna raşlayacağım. Bunu da zibirini çıxardıblar qardiyanın. Basanda falan şey gəlmir. Bir dənə otuna raşlayacağım. Buna çünki bezdim müjəyə, yəni pusmaqdan. Oradadır. Açıq versə bizə nə vursam zor olar. O tərəfə ki. Buna baxaq, sağdaymış. Nətər görməmişəm mən onu. O da otdu uşaqlar. Görək, çalı karakteridir. Wukong'da kuşanır.
Görə indi biraz onu necə qıra bilirik bu Kongunu. Aha, əla, super. Bildim ki o qiymət düşəcək. Bilmirəm, bəlkə də vaxtı qutardı, amma əsas çıxdı da ortadan. Görə bir dənə gözləyək rəqibə yaxşı bir yerdə açıq verib vurmağa çalışacağam. Çünki belə yerdə o məni vuracaq. Çünki hassasiyyətim bu Deagle üçün hassasiyyət deyil. Hassasiyyət tarama silah üçündür. Birazdan bir dənə götürəcəm tarama silahda. Yəni onu da yoxlayacağım. Buz atmaq istəyəndə ölürəm hər dəfədə. Zəhləm gedir daha belə, yəni olanda. Videoda da vapşim. Videoda da heç oynayamıram. Həm də bugünkü ilk oyunumdur məsələn. Bundan əvvəl eləcə eğitimə girdim, hassasiyyəti biraz yoxladım və səlam. O da elə yəni mənəm deyən oynamadım, amma maksimum 5 dəqiqə falan. Pompalımı tullayacağam, MP5 götürəcəm. Hər neysə. 3-1 şotumuz yavaş-yavaş comeback atmağa başlayacağam. Bombu falan mən də atacağam, gözləyirəm hələ. O tərəfə atacağam. Çünki niyə o bayaqlar Mahatda Deagle oynayanda mən niyə onu atmayım? Bir dənə də bro siz raşlasaydı, nə bilim, bəlkə biz raşdıq yavaş-yavaş. Raşlamaq istəmirəm, orada falan pusmuş olaraq çıxar vurar. Bu ən yaxşısı qıraqla gedək. Hər neysə, inşallah kanala hələ abunə olmayıbsınızsa, abunə olmağı, Lonala yalandan bilmirəm, görə mən loxam, görə. Bizə saniyə inşallah test tərpənsən, bəlkə vurmuşdum, kaskına 2 dənə 3 dənə. Hər neysə, Nabal bomba attığında bura düşdü, yəni yaxşı, yəni o qədər canımız getmədi, yaxşı oldu. İndi MP5-də görək nə edə biləcək. Bir dənə yaxşı yerdə açıqda tutsam vuracam. Tutanmasam təbii ki, naxarım, o mənlik heç bir şey deyil. Ana, çıxdan oradan. Çıxıb girdi. Görək, bu videonda bu günə ata biləcəmmi? Vaxt yenə orada durur. Sol axıyı da çıxmaq istəmirəm. Sol axıyı çıxsam vuracaq. Aha, üstdən gəldi. Bir dənə kitim basım, sənə haradasa açıq verəndə vuracam. İndi gözləyir ki, alandan çıxacam, axı onun dərdinə eləyir. Hop, qəşəng. Gördünüz, son yaşını çırpdım, onu sonra da mənə vuralmayacaq. Üstdən aşağı, əslində onun vurma ehtimali daha böyük. Eğimi, hassasiyyəti, dipsi biraz yüksək olanda elə bu atdığın hamısı kafaya gedir. Neyinə, lap yaxşı. Bu arada bu hassasiyyət aşağı dipli hassasiyyətdir, yəni dipsi aşağı olaraq istifadə edirəm. Bəlkə dipi yüksək qoysanız lap yaxşıdır, yenə başladı. Ola ot oldu. Qəşəng. Görürsünüz də atdığınla kafa gedir, atdığınla kafaya gedir. Yaxında bir dənə normalni, yəni normalni 4 videosu olan falan normalni bir dənə təkgüllər hassasiyyət tapacağam sizə. Bax, super bir dənə təkgüllər hassasiyyət tapıb paylaşacağam. Baxarsınız. Bilmirəm, hər neysə. Şu anlar yəni az bir şey qalıbdı 4000 izlənmə saatına. Yəni izlənmə saatında lap az bir şey qalıbdı. Dəstək versəniz, videoları keçmədən axıra qədər izləsəz bir şey eləyə bilərik. Buna bax indi üstdən gəlir. İndi təhküllü seçib niyə üstdən gəlir? Tarayacaq da bura bombayı at. Bu indi onu mən bir dənə qaşıyım. Aşağı düşdən ha, çıxıb iyi öyrənmişdim. Sizə bomba falan atacaq, qaçaq. Bu üzə keçək. İndi bura atdı. Amma bu üzə keçəmdə tutdu. Canımı karakterimi doldursa yaxşı olar. Ha, doldurur. Bir dənə qəşəng yelek vurdum. Hardadır bu? Ay da çox yaxşı üçün qəşəng basdım orada otur. Yoxsa bəlkə kaskım getmişdi. Çıx, ay sağ ol. Neçə vurdum heç bilmədim, amma bir dənə kask getdi. Bir dənə də yelek, 2 dənə yelek falan, bir dənə yeləyimlə vurdum, öldürdüm qəşəngcə tarı. O tarayacaqdım. Niyə rəqib üstə çıxır, niyə tarayır? Mən tarayana niyə tək yolda oynamalıyam ki? Oynayıram da supercə tarayıram. Kaş bu da taramasıyla seçərdi. Onun ki, taramada bir zibil eləyənmir. Ona görə getdi təkcüləsi. Comeback gəldi uşaqlar bu arada. 3 neçədən comeback gəldi, 3-1-dən minətdən. Bir dənə bombanı da bura atar. Tez keçsi bu üzə tutmadı bombanı, amma bir şey eləyəcək. Bir dənə 6 vurdum, o 6 məni həvəsə gətirdi. Bombanısını atsa biraz rahatlayardım. Ha, qəşəng, axır ki dincəldi. Bomba atdı, artıq raşlamanı gözək. Aha, otunu qırdım super. İndi bir dənə də yelək. Tarıya Allah. Otur basıyor. İndi gözlə. Niyə ölmür bu sırtıq? Sabırdan raşlayayım. Ay sağ ol. Görürsünüz, yəni təkgüllə silahına olmur da bu hassasiyyət. Ancaq tarama. Gedin MP5'i götürün. Görün MP5'də gedən kafayı görürdünüzsə, o GMP olsun. Gedən kafalar super olur. İndi o GMP'də düzdür. Dur, bunu açıq üzümə baxırdım. Ona görə yaxşı vurdum heç. Amma MP5'də falan da gedirdi də. Gedək yavaş-yavaş hassasiyyətimizə. Y'all see me flying, never drop down, smoking high, am not round, I'm not round, no denying what I got now, keep an eye out, keep it locked down, see me flying, never drop down,
Hər nəysə uşaqlar, bu videodan bu qədər. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın. If you want the command